Hər vaxtınız xeyir olsun qızlarım, necəsiz? Deməli, bilirsiniz ki, bugün 14 fevraldır. Düzdür, Azərbaycanda sevgililər günü hesab olunmur. Sovetin devrindən indi deyirlər ki, sevgililər günü falan filan. Amma mən bu kimi şeylərə çox takan biri deyiləm. Mənə görə sevginin günü olmur. Sevgilər günü hədiyəm onsuz mən almışam yoldaşımdan. Bilirsiniz ki, bizim İstanbula getməyimizin bileti sırf sevgilər gününə özəl bir hədiyyə idi. Belə deyim, öncədən verilmiş bir hədiyyə idi. Əslində biraz çox qalmalıydıq. Sadəcə müəyyən səbəblərə görə biraz tez gəlməli olduq orada. Yəni demək istəyirəm ki, biz artıq sevgilər gününü qeyd etmişik. Bugün nə edirik? İndi qeyd etməsək belə ki, uşaqlarımı götürəcəm, çıxacağım şəhərə. İstəyirəm bundan da bağlı sizlə qəşəng bir dənə vlog çəkim. Bugün necə bir makyaj edəcəm, necə geyinəcəm, uşaqlarla hara gedəcəyik, nə edəcəyik, hər birini hissə-hissə sizlə bölüşmək istəyirəm. Saçımı qəşəng yumuşam. Düz əslində çirkli deyildi, sadəcə yəndə yudum ki, qoy qəşəng sverj olsun. Ona görə üstüm sudur. Saçımı qəşəng yumuşam, indi saçımı qurudum. Davamı çəkirəm. Bizi tanıyan hər kəs bilir ki, illərdir artıq mənim də, Saadətin də, bizim bütün müştərilərimizin də, yəni ətrafımızda hamından istifadə etdiyi yeganə şampun bu zəncəfilli şampundur. Hansı ki, saç tökülmə problemi varsa onu aradan qaldırır. Məndə zob var deyə qızlar. Saçım hədsiz tökülür. Yəni bu şampun sayəsində saçımın tökülməyi dayanır və sürətli bir şəkildə saçları uzadır. Instagram hesabı olan varsa keçin orada bizim səhifəmizə, TikTokumuza baxın. Yəni görəcəksiniz ki, minlərlə müştəri geri dönüşləri var. İndi buradan alınsa şəkillərini yerləşdirərəm, bir neçəsini əvvəl sonrasını. Saadətin ilk dəfə saçını da biz bax məhz bu şampundan uzatmışıq. Sadəcə yəni əməlli də uzanmışdı. Sonra Saadətin saçını salonda yandırdılar deyə yazıq təzədən getdi, kəstirdi. Sonra indi gündəlik həyatı ilə bağlı, çəkilişləri ilə bağlı qaynaq qoymalı oldu. Qaynaq da bilirsiniz ki, saçlar nəfəs almağa qoymur. Amma bu şampun o qədər güclüdür ki, qaynaqda ola Saadətin saçını uzatmışdı. Yəni saçımı bu şampundan yumuşam. İndi gedirəm qurudan. Qurutmamışdan öncə istifadə etdiyim spreyi də çəkəcəm. Sprey olaraq da bunu istifadə edəcəm. Arxa fonda uşaqlarımın səsi ola bilər, üzürlü sayın. Sprey olaraq da bunu istifadə edəcəm. Kaviarın saç spreyidir. Bunun qırmızısı da bizdə satışda var. Bu da bu yeni növüdür. Yəni dəhşət bir şeydir də. Saçınız ən dolaşıq, ən şişkin saç belə olsa, rahat bir şəkildə bunun sayəsində həm düzləşir, həm parfümdür, gözəl qoxusu qalır. Kərim mənlə bərabər danışır. Həm parfümdür, gözəl qoxusu qalır, həm də yumşaq ipək kimi eləyir saçları. İndi qəşəng bunu həm saç parfümümdür. Dediyim ki, mən baxım vasitəm. İndi bunun qəşəng, 14 fevral da telefonsuz sprey. Bunun qəşəng saçlarıma sprey formasında sıxacam. Sonra saçımı qurudacam. Qızlar, bu da saçımın son halıdır. Vurdum spreyi, qurutdum. Baxın, bu şəkildədir. Bələm düz olur, belə. Görün necə qəşəkdir. Bunları özüm üçün yeni sifariş etmişəm. Deməli, nəmləndiricidir, üz yumadır, tonikdir. Üz yuma... tonik Türkiyənin də Türkiyə istehsalıdır. Bu ikisi isə Koreya istehsalıdır. Yəni möhtəşəmdir. Mənim dərim həddindən artıq qurudur deyə hər dəfə dəri tipimə uyğun sifariş edirəm. Yəni istəsəz siz də sifariş edə bilərsiniz. Çox gözəldir. Mən üz yuma geli istifadə edəndə ən önəmlisi onu ən verirəm ki, üzdə olan poroları yıxsın, bir də səpki qoymasın yaranmağa. Aloe veralı ən ideallarındandır. Və tez-tez də dəyişirəm üz yuma gelim. Yəni illərlə eyni üz yumada qalmıram. Toniki də yenə həm nəmləndirməyinə, həm də dəri tonun bərabərləşdirməyinə, səpki yaratmamağına da o şeylərinə önəm verirəm. Yəni sırf quru dəri üçündür. Bu da. Əgər kim istəsə, düzdür, qiymət cəhətdən bunlar biraz münasib deyil, amma vahşirdilmiş bir qiymət də deyil və effektləri çox qəşəngdir. Əgər istəsəz siz də sifariş edə bilərsiniz. İndi üzümü tonikimlə siləcəm, nəmləndirəcəm, axşam gələndə yuyacam o heç. Silib nəmləndirib ondan sonra makyajıma başlayacağım. İndi görüm uşaqlar imkan versə makyajımı da çəkəcəm. İmkan verməsə də makyajımı eləyəndən sonra hazır halına çəkəcəm. İnşallah növbəti dəfəyə makyaj videosu mütləq sizlər üçün çəkəcəm və keçən dəfə də dediyim kimi qızlar, nələri ki yazmısınız kommentə, onların hər birini nəzərə almışam. Onlar haqqında da inşallah belə deyim bu vlogun sonunda danışacağam. Yəni hamıdan ardından bir-bir çəkib hansı videoları növbə ilə çəkəcəyimi qeyd eləyəcəm. Narahat olmayın. İnşallah hələ bir-birimizi yeni tanıyırıq. İnşallah növbəti vloqlarımızda hədiyəli vloqlarımız da olacaq. Hansı ki Məsələn, deyək bir izləyicinin şərhini ən çox kim bəyənsə, həmən izləyiciyə fərq yoxdur. Azərbaycanın harasında olursa olsun, qəşəng bir dənə kosmetik paket hədiyyə eləyəcəm və içərisində də bol-bol kosmetikalar olacaq. Belə deyim, hər ayda bir dəfə filan bu kimi şeylər eləyəcəm ki, qoy izləyicilərim də sevinsin.
Kızlar hazırlaşdıq, qaça-qaça çıxdıq evdən. Məryəm xanım, gəl sən də görsün izləyicilər. Məryəm xanım. Da Məryəm xanım bizdən bir şey hazırlaşıbdır. Uşaqla təbii ki, makyajı çox çəkə bilmədim. Evdən qaça-qaça çıxdıq. Günlük olaraq makyajımı soğuq tonlarda sevirəm. Məryəm yoldan çıxdı. Ola bilər, çoxunuzda çox sadə gələ bilər, amma belə sevirəm. İndi gedək görək bu qız neyəcək. Gəldik, çatdıq qızlar. Bu gün ayın 14-dür deyə inanırsınız. Hər yer basa-bastı. Bütün yollar bərbad halda, nəqliyyatlar bərbad halda. Hava qəşəngdir deyə dedim, biraz belə uşaqlar gəzsin, hava alsın. Sonra biraz oynayarlar, ondan sonra gedib yemək yeyərlər. Məryəm evdən çıxanda Naziyə çıxmışdı, bura gəldi, düşüdü. Çəkirsən? He oğlum, seni çəkirəm. Quşlar qəşəkdir, Kərim. Aman da. Gəl aşkım. Qızlar baxın, burada belə bir restoran var. Görün necə qəşəng bəzəklər. Deməli qızlar, bugün üçün bir neçə restoranla maraqlandıq. Məryəm, gəlin qızım. Restoranla maraqlandıq. Hamısında deyildi ki, bir nəfər üçün rezerv 200 manat, 300 manat, eləsi var 400 manat. Elə bir insanlar toy eləməyə gedir, ora nişan eləməyə gedir. Yəni o qədər sırf bugün üçün Azərbaycanda rəsmi sevgililər günü olmadığı halda belə bəzəyirlər restoranlar. O qədər də şişirdilmiş qiymətlər qoyurlar ki, yəni mənə görə şəxsən mənasızdır. Sırf o gün üçün sevginin günü olmur məncə. Əsas hörmətdir. Məsələn, biz sevgililər gününü fevralın əvvəlindən qeyd elədik, qutardı, getdi də. Yoldaşım bilet almışdı, tacirlə birləşib Saadətə mənə sürpriz eləmişdilər. Getmişdik, vloglar da var hətta. Qeyd elədik, qutardı, getdi. Yəni o ilə nəyə desəniz dəydi. Ən azından gəzdiyim mənim üçün dəyişiklik oldu, alış-verişimi elədim. Yəni maraqlı gün keçirdik dostlarımızla, yoxsa bir biletin puluna gəlin oturun restoranda, adidə mənasız bir yeməkləri yeyin için ki sevgililər günüdür. Məncə mənasızdır qızlar. Siz bu məsələyə necə baxırsınız? İnsan gəzər də, əylənər də, amma belə sırf bu günə görə bu biraz belə deyim də biznes tələsidir ki, götürürlər sırf o günə özəl belə şişirdilmiş qiymətləri qoyurlar. Qızlar gəldik, çıxdıq. Burada deməli Ağşəhərdə belə bir park var. Uşaqlıqdan mən uşaqlarım buranı çox sevir. Baxın, belə bir parkdır, çox qəşəng parkdır. Uşaqlar üçün istənilən orada belə qəşəng eğləncələr də var. Demək olar ki, tez-tez biz belə hava müsait olanda, bugün də hava çox qəşəngdir, bu parka gəlir. Ağşəhərdədir qızlar. Crescent Mall'un düz yanındadır. Baxın burada. Bakıda yaşayan xanımlar qəşəng havalarda uşağı bura gətirə bilər. Çox qəşəngdir. Belə qəşəng böyük parkdır. Kərim, eşeğe minmirsən ki, bəxtin açılsın, oğlum. Hə? Evdə qalmış. Ay Kərim. Eşeğe minmirsən ki, bəxtin açılsın. Ay. Kızlar, Pərvin eşəkdən Kərimi düşürtdü, dedi özümü necəm. Əgər o dediği şey işe yarayırsa, yoxlayaq görək. Yoxlayaq görək dedi. İşe yarayır ya, yox. Bu arada Pərvin Subaydı, qızlar, zarafat edirəm. Bəxti falan da bağlı, heç bəyənmir də. Heç kim bəyənmir. O bəyəndiyi günə qurban kəsəcəm. Hoppa, xoş gəldin həyatım. Mamam açılıq, mamam açılıq, mamam açılıq. Sənə qurban olum, git. Kərimin qızlar ən sevdiyi, baxın, yerlənəcək burada budur. Kərim, möhkəm tut. Möhkəm tut. Otur, otur oğlum, otur. Kərim, otur, əlini tut. Otur, əlini tut. Aferin. Əlini tut, əlini tut. Əlini tutmasa möhkəm yerləyə bilməyəcəm. Ay, sağ ol. Aferin sənə. Yox, el eləmə, el eləmə. Sakit otur. Aferin. Sənə qurban olum. Deməli qızlar, oyun yerindən çıxdıq parkdan, gedirik indi yemək yeməyə. Pərvin xanımı, siz Allah bax, Pərvin, siz Allah bax, kamerada düşür. Kamerada bacımın özünə kompleks var ki, mən çəkməm. Amma çəkəcəm, ürəyə partlasa da çəkəcəm. Bəlkə kimi çəkim?
Geçen videolar yola. Sən çəkməliyəm də, bəli. Olsun ben çekmeye gitsem. Həmişə Saadət də çəkəndə Pərvini başım belə aşağı salır. Saadət deyir, az gözəlsən. Hay can. Üzüm bağına gelmiş. Hə, qızlar gedir indi yemək yeməyə. Əslində iştahım yoxdur, çünki arıqladıcı kofidən içirəm. Tamamilə iştahımı bağlayır. Səhər-səhər bircə damcı biraz yumurta yemişəm. Ürəyim heç nə istəmir, amma yüngülvarı baxıram ki, başım gicəllənir. O da acılığın əlamətindəndir. Məndə zob var deyə qızlar. Yeməyimin vaxtından çox keçəndə başım gicəllənir. Amma kofe inanırsınız necə toxutubsa. Biliyorsun, lütfen edersen. Pərvin 69-dan düşüb 62-yə. Mən amma deməyəcəm hələ ki. Çünki əvvəlin çəkmişəm, əvvəlin çəkmişəm, sonrasında canlı şəkildə çəkib paylaşacağam. Yani her gün çekildim düştüğüm Tacirin içdiyi kökəldici kofenin arıqladıcısını içirəm. Möhtəşəm bir şeydir. Çəkərəm istəsəz əgər qabında çəkib paylaşarım. Gəldik Dəniz Mola. Bunu görün nə qəşəng eliblər. Bax bunu bəyəndim. Yəqin ki bunu axırda açacaqlar, tökəcəklər yenə. Deməli uşaqlar McDonald's yeyir, həmişə qızlar McDonald'dan başqa bunlar heç nəyi sevmir. Biz də yemək sifariş vermişik. İnşallah bir saatda kimi hazır olacaq burada. Çünki yəni bütün restoranların qabağı elə bir vəziyyətdədir ki, stolu düşünün 40 dəqiqə falan tapdıq. Yəni tapmaq olmur. Bir stola 4-5 nəfər növbə gözləyir o vəziyyət. Dəniz Mola gəldik. Oy Dəniz Mol deyirəm, Crazy Mola gəldik. Qızlar, bəyək ki, ürəyin axırıncı halına baxın. Bir də yerə baxın, bura siz Allah. Yəni, insanlar bunu partlatmaqdan nə zövq alır, bilmirəm. İndi biraz endirimlərə baxacağıq. Əgər maraqlı nəsə olarsa, diqqətimi çəkən, bölüşəcəm sizlə də. İntidə qızlar, 30%, 50% endirimlər var. 24 manata var mı geçek? Hə, qəşəkli yar üçündür. Yar için beş olsun da böyle. Şortikləri götür, Şort şalvarı mu da. yok şalvar. Şalvarla Yok da. be. Şalvar. Şalvarla da qəşəng. Ve materialda beşerdi kıymetini bir alır. Anam, nələr alış-veriş elədiniz Məryəm xanım? Hə? Nələr alış-veriş elədiniz? Qızlar, Məryəm özünə elə şeylər alış-veriş elədi Yox, ki. ücretsiz pomada. Hədiyyən göstər, sənə hədiyyə verdilər. Məhsul aldığına görə nə hədiyyə verdilər sənə? Vanna popo. Bir de ücretsiz pomada. Bir tane de var. Baxım, onun için meyvəlidir. Baxım onun içinə. Ne? Hə, ona aynı qəşəkdir içi. İçi pardaldı. Vay vay vay, çox qəşəkdir. Ücretsiz verdiler. Gözüm onda kalmıştı verdiler. Bu da böyle, içinde böyle kazanmıştı. Vanna popo. Bak bu gel. O gün de evde. Baxır ki qızlar, Crazy Mall-dan çıxdıq. İçəri dəlixana idi, isti idi. Hə, yavaş-yavaş yeri. İçəri dəlixana idi, isti idi. Bir de şora göre. İnsanlar bilsəz bir yer şora Neler göre. almışım neler. Hə, qızlar, bir dənə şara görə elə bir izdiham yaranmışdı ki, elə bir yuxarıda qızıl paylayırdılar. Nəysə ki, çıxdıq, çox qəşəng hava var. Gedirik yavaş-yavaş evimizə. Şəhər gecə qəşəng olur, baxın. Qoy Məryəm xanım aldıqlarını görsətsin, gələn kimi deyir. Bu vanna topu böyle şeydi. Bu da bu vandı. Bunu açayım, maraqlıdır, görə içindən nə çıxacaq. Deməli qızlar, Məryəm xanım bunu endirimli qiymətlə aldı. Tescilde bu. Normalda satış qiyməti neçəyədir Pərvin bunun? 40. Hə, 40 neçə manatdan düşmüşdü, səhv etmirəmsə 20 neçə manata. Özeldi bunlar. Vay vay vay. Şey var mı? Aa, şokoladlıdır Pərvin bu. Ay Allah şokolat en sevdiğim. Bana sen vermek istemiyorum Allah korusun. Mənə baxın buna. Aa, bunun biri nəmləndiricidir pəşbədən üçün, biri geldi. Çox qəşəng bir şeydir ya Məryəm. Tabaka bilmir kızlar. Biz aldık. Qoy göstərim. Allah'ım bu. Qoy bura göstərim də. Bu az be. Korobkası da qəşəngdir. Allah kız seviyorum. İyisine bakak ya bir. Yavaş. Bu nedir Leyla? Bu nəmləndiricidir, bu geldi, bu geldi, bu geldi. Ay, Bunlar nəmləndiricilərdir. bunun iyisine bak. Yavaş tökülər. Ay nə gözəl şokolad. Məryəm tökülər yavaş Ay qızım. Dubai o yana lezzet ediyor ya adama. Sıra bunun kokusuna bakın.
Deməli qızlar, gəlirik vloqumuzun sonuna. Əslində bu yerləşdirdiyim vloq 14 günü çəkilən vloqdur. Bu videonu isə 15 günü çəkirəm hal-hazırda. Sizlər üçün yerləşdirəcəm. Baxın, inşallah bəyənərsiniz. Bilirsiniz ki, yəni vloq işinə, vlog çəkməyə yeni başlamışam. Ona görə nəsə xətalarım, səhvlərim ola bilər. Ona görə məni üzürlü sayın. Dünən vloqumuzu sonlandıra bilmədim, sona qədər çəkə bilmədim. İnanın ki, 2 uşaqla o qədər çətindir ki, qızlar hər şeyi çatdırmaq, hər şeyə yetişmək. Ana olanlar məni başa düşər. İndi burada ola bilər ki, xanımlarımızın çoxsu subaydır, bəlkə də çoxsu az yaşlıdır. Amma əgər aramızda ana olanlar varsa, onlar məni daha yaxşı başa düşər ki, 2 uşaqla, özü də az yaşlı uşaqlarla necə çətindir işləri filan çatdırmaq. Həqiqətən də çox çətindir və belə deyim, 2 fərqli karakterdə olan uşaqlardır. Məsələn, Məryəm evdə sakit olan uşaq deyil, bir dəqiqə dayanmır, amma çöldə sakit olur. Kərim isə tam əksinə. Evdə səsi çıxmaz, çöldə amma çıxanda bir dəqiqə dayanmaz. Oğlan uşağı deyil, ancaq ora qaçar, bura qaçar. Yəni çətin olur. Vlog çəkmək də çətin olur mənim üçün. Yəni necə çətin olur? Çox xoşdur. Mən sizlərlə video paylaşıram, yorumlarda söhbətləşirik, bir-birimizi tanıyırıq. Sadəcə o uşaqların, belə deyim, həmən o epizodları ki var, müəyyən məsəl üçün cırnayırlar, amma telefonu mənə ver deyirlər və yaxud da tələblər eləyirlər. Mən onlara qızlar o qədər vaxt ayırmışam ki, o qədər onları sevgi ilə böyütmüşəm ki, onlara qaşın üstündə gözüm var deyəndə İnanın ki, məndən inciyirlər. Yəni əvvəldən bu belə olub da artıq onları belə öyrətmişəm. Demək istədiyim odur ki, əlimdən gəldiyi qədər çalışıram ki, sizlə bol-bol videoları bölüşüm, shortslar atım, vloglarda çalışacağam ki, davamlı eləyim. Əslində mən Saadət həmişə mənə deyirdi ki, Leyla gəl vlog kanal aç, vlog kanal. Qızlar pərişqa çağırdı deyə videonu yarımçıq kəsməli oldum. Demək istədim odur ki, çox xoşdur məni sizi tanımaq, sizlə videolar çəkmək. Saadət mənə inanırsınız, yəni demək olar ki, Saadət YouTube kanalı açandan hər gün mənə də deyir ki, gəl sən də aç kanal, gəl sən də aç kanal. Hər dəfə səndən paylaşanda izləyicilər səni sevir. Və bacarırsan, bunu istəsən eləyərsən. Mən sırf bu uşaq, iş, bilirsiniz ki, qızlar, mənim də işim onlayn satışla məşğul olmaqdır və maşallah olsun, çox şükür. Yəni müştəri olaraq böyük bir kütləmiz var. Instagramda da, TikTokda da, hər birdə real izləyicilərdir, real müştərilərdir və düşünün də yüzlərlə, milyonlarla belə deyim mesajlar olur. Baxın, hal-hazırda iş telefonunun səsi gəlir. Yəni onlar çox məntəq və bir deyil iş bizdə, 2 onlayn satışdır. Həm geyimdir, həm kosmetikadır. Ona görə müştərilər çoxdur, mən təkəm, 2 uşaq, ev, qayğı, bəzən çatdırmaya bilirəm, yorula bilirəm. Yəni ona görə həmişə bu vlog söhbətinə hər dəfə Saadət deyəndə yan keçirdim ki, məndə alınmaz. İstanbulda axır ki, üzərimdə durdu. Yəni bu videoların həqiqətən çəkilməsini biz Saadətə borçluyuq. Çünki Saadətin, belə deyim, üzərimdə durması ilə yorumda o gün 1-2 nəfər artıq əksik 1-2 söz yazmışdı. Sildim, mən istəmədim qalsın orada, ürək bulandırsın, deyil, milçək bir şey deyil, qəlb bulandırır. Ay xayınlar, ay paxıllar, ay qəlbi fəsad kirlilər. Bu kanalda mənə videoları çəkməyimə səbəb Saadət oldu elə. Yəni Saadət mənə dirəndi, üstümdə durdu. Saadət mənim üstümdə durdu. Saadət dedi ki, gəl videoları çəkək. Yəni Saadət üstümdə durmasaydı, yenə də mən nə o Türkiyədə həmən o kargo videosunu çəkəsiydim, nə günü bugün bu videolar çəkilirdi. Ona görə yəni o içi fəsadlar ki vardır, nağarası yazırlar, nəsə burada qəlb bulandırmağa çalışırlar. Bizim Saadətlə olan münasibətimiz nə mənim, nə Saadətin, belə deyim, başqaları ilə olan münasibətləri kimi deyil. Mənim də yanımda ola bilər, çox insan görə bilərsiniz, çox tanış görə bilərsiniz. Məsəl üçün, tanışım mənim də çoxdur, mənim də ətrafım genişdir. Eyni ilə Saadətdir. Saadət belə deyim, həm YouTuberdir, həm blogerdir, həm müğənnidir. Yoldaşı, tacir qardaşım da həmçinin müğənnidir. Ona görə onların da ətrafı geniş də ola bilər, çox insan da görə bilərsiniz. Amma Saadətin məndən olan münasibəti o ətrafındakilardan da tam fərqlidir. Mənim də Saadət olan münasibətim mənim ətrafımdakı olan insanlardan tam fərqlidir. Yəni biz bir-birimizi kiminsə sözünə görə incidək, neyniyək və yaxud da qəlb bulanaq və yaxud da bir-birimizdən şübhə eləyək və yaxud da yəni bu kimi şeylər mümkün deyil də. Yəni heç vaxt ola bilməz. Sadəcə özünüzü pis kişi eləyirsiniz. Əslində baxıram çoxsu fake hesablardır.
Yəni görün nə qədər biz bunlara dərd olmuşuq ki, fake açırlar, ərinmirlər, götürürlər, yazırlar. Yəni lazım deyil. 2 günlük dünyadır. Saadət mənim, mən də Saadətin. Həmişə uğurlarına sevinən bir dost olmuşuq. O mənim uğurlarıma sevinib, mən onun uğurlarına sevinmişik. Biz heç vaxt və bu kanalın videosunu bir kör gözünüzü açın baxın ki, ilk video Saadətin videosudur, hansı ki özü mənə dedi ki, gətirəcək, artıq bir yerdən başlayaq. Mən başlasam, sən artıq davamını gətirəcəksən. Yəni ona görə qurtuluq eləmək lazım deyil. Bizim aramızdakı münasibəti, bizim aramızdakı bağı, bizim aramızda olanları siz bilmirsiniz. Bilmirsiniz deyə öz belə deyim, o çirkin münasibətlərinizlə qarışdıra bilirsiniz, amma qarışdırmayın. Yəni elə deyil. Belə, nəysə qızlar, sizi sevirəm. Vlogu burada yekunlaşdırıram. Bugünə məclisimiz var. Elə inşallah bugün Saadətlə bir yerdə olacağıq məclisdə də. Qəşəng orada da videolar çəkəcəm. Sabah axşam da çalışacağım ki, vlog atım yenə. İndi birazdan gedirəm hazırlaşmağa. Hazırlaşdığım qismi nə qədər çatdıra bilsəm o qədər çəkəcəm sizlər üçün. Sonra Saadətlə görüşəcəyik, birləşəcəyik və bir yerdə də inşallah gedəcəyik məclisə. İndi axşam da məclisdən sonra baxaq görək nə edirik. Sevirəm sizləri qızlar, hələlik var olun, yaxşı ki varsınız. Nə sualınız olsa, hər dəfə deyirəm, yəni yazdıqlarınızın hamısını qeydə almışam. Nə sualınız olsa, nə yazmaq istəsəz, nəyi bu kanalda görmək istəsəz, yazıb bildirməkdən çəkinməyin. Xoşunuza gəlməyən də nəsə ola bilər, onu da yazıb bildirməkdən çəkinməyin. Belə inşallah növbəti vlogda görüşərik və irəliyən vloglarımızda bir vlog çəkəcəm və o vlogda qeyd eləyəcəm ki, hansı izləyicimin belə deyim, yazdığı yorumda bəyəni sayı çox olsa, həmən izləyicinə qalib seçib qəşəng bir dənə kosmetik hədiyyə paketi göndərəcəm və bunu belə deyim, hər ay təkrar edəcəm. Yəni hər ay bir izləyici seçəcəm. Hansı ki yorumu çox bəyəni toplayan bir izləyicini seçib hədiyyə göndərəcəm. Çalışacağım ki, izləyicilərimi də burada tez-tez sevindirim. Öpürəm sizi, var olun, hələlik növbəti vlogda görüşənədək.